Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizlərlə qəlyan yığacağıq. Gördüyünüz kimi qəlyanı ilk öncə qəşə şirəsi ilə qarışdırırıq. Sonra isə boş şəkildə presləmədən saxsının içinə doldururuq. Tütünümüzü saxsının içərisinə dolduranda qəti şəkildə presləmirik. Boş yığırıq ki, hava axını orada rahat oynasın. İstənilən tütün yığa bilərsiniz. Mən burada yemiş limon yığıram. Tütünü vilka ilə götürüb saxsıya yerləşdirəndə elə etməliyik ki, 16 boş qalsın. Orada hava axını normal oynaya bilsin ki, o qəlyan bizi boğmasın, öskürtməsin, tüstüsü bol olsun və uzun ömürlüyü də yerində olsun. Sonra isə videoda gördüyünüz kimi qıraqlarını da bir balaca belə boşaldırıq. Sonra ortasını boşaldırıq. Sonra ortasının deşiyini biraz da açırıq ki, hava axını orada normal oynaya bilsin. Daha sonra yığdığımız saxsını sərgiyə salırıq. Tütünü saxsıya doldurduqdan sonra sərgiyə saldıqdan sonra son toxunuşları eləyirik. Və budur, demək olar ki, qəlyanımız hazırdır. Boş yığın, bol tüstülü yığın və uzun ömürlü yığın. Bu da nəticə. Sağ olun, salamat qalın.